Gösterin ne aşıklar, ma gösterin. Vəziyyət İranda ciddicə gərginliyə getməkdədir. Siyasi etirazlar, sinfi etirazlar hər gün genişmədədir. Son günlərdə İrandan gələn xəbərlər, fərqli şəhərlərdən gələn xəbərlər geniş etirazların meydana çıxmasını göstərir. Və keçən devrələr kimi bu baxan və ya o vəzir deyil, bəlkə hədəf əsas İran İslam Cumhuriyeti'nin məsulü Xamneyni məqsəd alır və ona qarşı şüarlar verilir. İtirazlar Əhvaz iqlimindən çox uca səlsindən başlamış, Luristanda bəzi şəhərlərə və bugün yavaş-yavaş mərkəzi şəhərlərə və hətta bugün Tehrandan xəbər gəldi. Geniş bir etiraz Tehranda meydana çıxmışdır və Tehranın hər yerində əmniyyəti bir vəziyyət gözə çarpır. Dünən Ərdəbildən etirazlardan xəbər vermişdi. Amma halen Təbrizdən, Zəncandan, Urmiyədən xəbər yox. Önəmli olan bir konunu hər kəslə paylaşmaq istəyirəm. Yaşıl hərəkatı ərəfəsində İran qaynayır. Mərkəzdə Tehranda milyonlar insan meydana çıxıb vilayət, fəqihə qarşı etirazlara qatılırlar. Başqa şəhərlər bu hərəkətə qatılır, amma Azərbaycan sakitdir. Bəzi aktivistlərimiz o zaman elan etdilər ki, güya Türk Milli Demokratik Hərəkatı Azərbaycanda sükut taktikini ələ almışdır. Yəni etirazlara qatılmama, vilayət fəqihin otoritəsinə qarşı bu geniş xalq etirazları, İran rejiminin saldırgan siyasətlərinə qarşı mücadilədə Azərbaycanda sükut taktikindən danışırdı. Yəni Xamneyə qarşı etirazlarda Azərbaycan sükut etməli idi. Nə demək? Aşkarca ya siyasətdən bir şey bilməmək, ya bu bilməməkliyin əsasında istibdadın kənarında durmaq. Geniş etirazlar vilayət fəqihi kontrol altına keçirmək və ya qanunda onun gücünü azaltma və ya onu hətta meydandan çıxartma. O zaman deyirdilər, əsli vilayət fəqihə ölüm olsun. Bu etiraz gerçəkləşmək üçün mücadilə gedirdi. Azərbaycanda bizim bəzi aktivistlərimiz sükut taktikindən danışırdılar. Sükut taktiki, yenə də deyim, nə demək? Yəni Xamneyinin yanında durmaq. Çünki etirazlara qatırdıqca İran baskı güclərini fərqli bölgələrdən Tehrana çəkə bilməzdi və Tehranda etirazlar geniş vasitədə davam edə bilərdi. Amma bu sükut taktikini deyənlər əməldə İran rejiminə bu fürsəti verirdi ki, Azərbaycan şəhərlərindən baskı və sərkub gücünü götürsün və mərkəzi nöqtələrdə, etiraz nöqtələrdə onların əleyhinə istifadə etsin. Əməldə etirazi hərəkət şikəstə uğradı və Azərbaycan halen hərəkətə gəlməmişdir. Baxmayaraq ki, Azərbaycan İranın geçən yüzyıl tarixində öncül siyasi hərəkətlərdən olmuşdur. Əlbəttə ki, bu hərəkətlərdə xətalarda az olmamışdı. 57-ci ildə Azərbaycanın ən böyük xətası Azərbaycan 57-ci ildə İranın fərqli şəhərləri kimi meydandaydı. Nə Azərbaycan adı, nə Azərbaycan mənfəəti, nə Türk xalqı, nə Türk xalqının mənfəətləri İranın gələcək dövlətinin quruluşunda bu xalqın istəkləri, tələbləri, hüququ söz konusu değildi. Amma indi isə bugün bir hərəkət formalaşıb. Türklərin Milli Demokratik Hərəkatı meydandadır. Həm Azərbaycanda və həm başqa bölgələrdə, xüsusən Tehran və Kərəcdə bu hərəkət meydanda olmalı. Siyasi hərəkatın karakteri budur. Meydanda olursa pay alacaqsan. Nə qədər meydanda çox olursa o qədər çox pay alacaqsan. Ən önəmli məsələ Azərbaycanda və ümumiyyən Türkləri İranda budur ki, öz adlarına, Türk adına, Türk xalqının mənfəətləri və Azərbaycanın mənfəətləri əsasında meydanda olduqca o hüquqa sahib çıxa biləcəksən. Olmadınsa yoxsan. Yəni meydani hərəkətlərdə olmadınsa yoxsan deməkdir. Yox olmayan bir xalqa necə haqq verilə bilər? Yox olmayan bir xalq necə haqqını əldə edə bilər? İstər-istəməz etirazlar meydana çıxacaq. İnsanlar ac, insanlar susuz, insanlar yoxsul və insanlar sıxıntı olmaqdan ötürü meydana çıxacaqlar. İnsanlar azadlıq axtarırlar, insanlar gələcək axtarırlar. İstər-istəməz Azərbaycanda xalqı etiraza çıxacaqdır. Türk aktivistləri, hərəkatın aktivistləri, düşünürləri meydanda olmalı, bu etirazlara yön verməlidir, şüar seçməlidirlər. Azərbaycanda yalnız Türk şüarları meydanda olmalıdır.
Azərbaycanda farsça şuar verilməməlidir. Hərəkatımızın meydanda olması, şəhərlərdə etirazın öncül olması, bu etirazlara yön verməsi mənasındadır. Son zamanda eşitdik ki, Təbriz Üniversitəsində farsça şuar verirlər. Təbrizdə və Azərbaycanın şəhər və kəndlərində fars dilində şuara yer yoxdur. Yalnız türk aktivistlərin olmayan yerdə fars və mərkəzi cərəyanlar fars şuar verməyə təşəbbüs göstərirlər Azərbaycanda. Ona görə həm meydanda olmalıyıq, həm hərəkatımızın, xalqımızın və Azərbaycanımızın mənfəətləri üçün şuar meydana qoymalıyıq və eyni halda bu hərəkətdə aktivcə rol götürməliyik və mərkəzi cərəyanlara bu fürsətdən istifadə etməyə imkan verməməliyik. Azərbaycan aktivcə hərəkətdə olmalı və etirazı meydanlarda olmalıdır. Urmiyədə, Təbrizdə, Zəncanda, Ərdəbildə və başqa kiçik və böyük şəhərlərdə olduğu qədər bu etirazlara qatılmalı, yön verməli və böyük dalğalar yaratmalıdır hərəkat üçün. Xalqımızın mənfəətlərindən danışmalı və xalqımızın istəklərini şüarlarında əks etdirməlidir. Yalnız bunu bilməliyik. Bugündən hər kim Azərbaycanda və türklərə sükut edin, hərəkata qatılmayın deyirlər, onları İranın Vizarət İttilaat məmurları kimi görsəz daha yaxşıdır. Çünki əmələn sükut etmə İran İslam Cumhuriyyətinin hakimiyyətinin davamını təmin etmək deməkdir bir tərəfdən və bir tərəfdən də milli demokratik hərəkatının meydanda olması, dalğa yaratması, təsir qoyması və xalqımız onu tanıması və başqa xalqlar o hərəkatı tanımasının qarşısını almaq deməkdir. Hərəkatın aktivcə meydanda olması və etirazlarda iştirak etməsi və bu etirazlarda öz istəklərin, tələblərin, şüarların meydana qoyması ən önəmli və tarixi rolu olan faktorlardılar. Meydani hərəkətlərə hazırlıqla getməliyik. Yəni müəyyən şüarlar, müəyyən tələblər, xalqın fərqli və çeşitli bölümlərinin tələblərini meydana qoymalıyıq. İranda dini istibdada qarşı şüar verməliyik. Gələcəkdə Azərbaycan özünü idarə etməsi üçün şüar meydana qoymalıyıq. İranda gələcəkdə yeni demokratik hakimiyyətdə mərkəzi dövlətdə türk dilinin rəsmi olmasını tələb etməliyik. Türklər İran cəmiyyətinin %40'ını təşkil edirlər. İranın anayasasında, İranın dövlətçiliyində %40'ca rol oynamağı tələb edilməlidir. Tehranda və Kərəcdə türklər tələblərini radikal demokrasini istəklə meydana qoymalıdırlar. Umum ziddi istibdadi hərəkət bir-birinin yanında durmalıdırlar və türk hərəkatını çox açıq şəkildə göstərməlidirlər. Əgərsə hərəkatımız güclücə Tehranda və ya Kərəcdə meydana çıxa bilirsə və hətta türk dilində Tehranda və Kərəcdə şüar verə bilirsə, bu hərəkatımızın gələcəyi üçün İranın gələcək dövlətçiliyində türk dilinin rol oynamasına zəmin yaratmaq deməkdir. Elə bu dəlillə görə bu etirazlara qatılmalıyıq. Öz tələblərimiz, öz dilimiz və öz istəklərimiz əsasında çox geniş formada Azərbaycanın şəhər və kəndlərin İran rejiminə dar etməliyik. Və bu vasitə ilə İranda başqa xalqlarla bərabər, başqa xalqlarla dayanışma və həmbəstəlik içində olmalıyıq və bu vasitə ilə Azərbaycana, türk xalqına və İranın ümum xalqlarına bir demokratik gələcək yaratmada rol oynamalıyıq. Məni dinlədiyiniz üçün